Gəlin Tanrının sözlərini birgə öyrənmək üçün biraz vaxt ayıraq. Yəhya 10-cu fəsil 30 ayəsini oxuyanda deyilir. Mən və ata birik. Yəhudilər yenə də daş götürdülər ki, onu daşqalaq etsinlər. Məsihin gəlişini gözləyən yəhudilər deyildimi? Onlar Məsih bu dünyaya gələndə bizi Romalıların əlindən və onların zülmündən azad edəcək və bu yer üzündə Tanrının böyük səltənətini quracaq deyə böyük ümidlər bəsləyirdilər. Baxmayaraq ki, İsa özünü onlara birbaşa deməklə, mən yer üzünə gələn Məsihəm. Mən sizin Tanrınızam, bütün yəhudilər onu daşqalaq etmək üçün daş götürdülər. Onların Tanrının necə gələcəyi ilə bağlı öz təsəvvürləri olduğundan bədənin içində gəlmiş olan İsanı qəbul edə bilmədilər, bu isə onların gözləntilərinə zidd idi. Buna görə də onu daşqalaq etmək üçün daş götürdülər. Oxumağa davam edək. İsa onlara dedi, sizə atadan gələn çoxlu möcüzələr göstərdim. Bunlardan hansına görə məni daşqalaq edirsiniz? Yəhudilər cavab verdilər, səni yaxşı işdən ötürü deyil, insan olduğun halda özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik. Təxəyyüllərində belə düşünürdülər ki, Tanrı heç kim ona yaxınlaşmağa cəsarət etməsin və onu görən hər kəs dərhal tanısın deyə seçilən bir görünüşdə gələcək. Lakin vəziyyət ümumiyyətlə belə deyildi. İsa mən və ata birik dedikdə, onun ətrafındakı bütün yəhudilər onu daşqalaq etmək üçün daş götürdülər. Beləliklə, Məsih onlardan soruşdu, niyə məni daşqalaq etmək istəyirsiniz? Onda yəhudilər cavab verdilər, sən necə ola bilərsən ki, adi bir insan olaraq özünü Tanrının özü hesab edirsən? İsa artıq yəhudilərin bu cür düşüncələrə malik olduğunu bildiyi üçün dedi, məndən ötürü üz döndərməyən nə bəxtiyardır. Bizim günahımıza görə o, insan surətində yaradıldı və belə təvazökar və fədakar bir həyat sürdü. Halbuki insanlar yalnız Tanrı necə ola bilər ki, adi bir insan kimi gəlsin, deyə düşünürdülər. Yəhudilərin İsanı Tanrıya küfr etməkdə günahlandırdıqları və onu daşqalaq etməyə çalışdıqları bu tarifi görə bilərik. İcazə verin, xütbəni tamamlayım. Təşəkkür edirəm.